İran bizə çox kömək elədi, yoxsa Türkiyə? Türkiyədən biz nə qazandıq, İrandan nə qazandıq? Türkiyədən qardaş dövlət dediyimiz, yəni biz hansından nə qazandıq? Dar günümüzdə. Dar günümüzdə bax, gəlin görək kim neylədi? Türkiyədə varlı adamlar Türkiyədə müalicə olundu, kasıb adamlar İranda müalicə olundu. Elə deyilmi? Kişi kimi danışaq, mən, bilirsiniz, mən reallığa üstünlük verən adamam. Bax, pulu olan, əksər pulu olan adam Türkiyədə müalicəyə getdi, pulu olmayan kasıblar İrana müalicəyə getdi. Eləmi? Elə. Naxçıvanımız Türkiyədən dolanmağa çalışdı. Naxçıvanımız Türkiyə dolanmağa çalışdı o Türkiyədən. Bu Azərbaycan əsasən də cənub zonamızda İrandan dolanmağa çalışdı. Tam fərqli olaraq Naxçıvanın məhsulları Türkiyəyə gedirdi satılmağa. Hətta Vasif Talıbov yadınızdadır da. Hər o tərəfə Türkiyəyə keçən adam neçə kilogram göyərti keçirməli idi, göyərti. Yəni Türkiyədən Naxçıvana o qədər produkt gəlməyib, amma Naxçıvanın produktu, nə bilim, göyərtisi, meyvəsindən belə Türkiyədə satılmağa gedibdi. Amma bizə hər şey İrandan gəlibdi. Türkiyədən bizə nə gəldi? O boyda neftimiz, qazımız satıldı. Bizim qazımız üzərindən Erdoğan qazın bir hissəsini cəmaatına pulsuz verdi. Bizim qazımız ucuz olduğundan dolayı. Bax, Türkiyədən bizə ancaq əxlaqsızlıq gəldi. Əxlaqsız kadrlar, əxlaqsız dərmanlar gəldi. Bahalı paltarlar gəldi. Türkiyə brend mallar, onlar da çoxumuz alanmadıq, məzlum xalq. Türkiyədən pozğunluqdan başqa işə gəlmədi. Milyon yarım, 2 milyon Azərbaycanlı Türkiyədə qul kimi işlətdilər. Oturum belə vermədilər. Yenə Rusiyada özbəklərə Azərbaycanlardan aşağı baxırlar da biraz da. Türkiyədə özbəklərə belə bizdən üstün baxdılar. Bizə orus bococuğu kimi baxdılar. Bizə baş tutan kimi baxdılar. Dəyyus kimi baxdılar bizə. Uşaqlarımızı kimyəvi zavodlarda işlətdilər. Qadınlarımızı işlətdilər. Nə cürə zavodlarda, nə cürə ağır şəraitlərdə.